Salih övlada görə bütün valideynlər bağışlanacaqmı? Bir də ürəyimizdə kiməsə gülmək və yaxud da lağ etmək olarmı? Birincisi, salih övlada görə valideyn Bağışlanması. ümumiyyətlə bildiyimiz kimi Uca Allah yəni övladları valideynlərinə şəfaətçi edəcək. Hı -hı. Və həmçində övladın, yəni valideyn öləndən sonra onun üçün etdiyi duaları demək və həmçində onun üçün etdiyi əməlləri, müəyyən əməllər, həcc etməyi, məsələn, sədəqə verməyi, bunlar hamısı valideynə yazılır. Necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir hədisdə buyurur ki, insan öldüyü zaman onun əməl dəftəri bağlanır. Yalnız 3 şeydən başqa. Yəni 3 əməl daim 3 yazılır. Bunlardan biri salih övlad, yəni onun üçün dua edən, valideyn üçün dua edən salih övlad. Demək, sədəqə cəriyə, yəni axan sədəqə, yəni yaxşı əməllər. Üçüncüsü isə elm. Və gördüyümüz ki, bu hədisdə yəni, salih övladın valideynə etdiyi duaları, həmçində valideyn üçün etdiyi müəyyən əməllər, hansı ki, şəriət icazə görür, bunlar hamısı təsir edəcək valideynin bağışlanmasına. İkinci sual necə idi? Deyir, kiməsə yəni ürəyində gülmək, lağ ümumiyyətlə, gülmək, lağ etmək, bu dinimiz bu bəyənmir, haram buyurur. Çünki bir insana əgər xilqətinə görə lağ edirsənsə, sən onun yaradanına lağ edirsən. Yəni, Allah Teala onu belə yaradıb. Lağ etmək olmaz. Bəli. Əksinə, hədislərdə görürük ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm imtahan olunmuş, yəni çətinliyə düşmüş və yaxud hansısa bir insan görəndə Allaha həmd edərdi ki, onun vəziyyətinə düşməyib. Amma ürəkdə edilərsə bu şey, sözsüz ki, yəni, çalışmaq lazım həm ürəkdə, həm belə, fərq eləmir. Ümumiyyətlə, bizim ümmətdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, qəlbdə olan şeylər, amma dilə gətirməmisənsə, bu şeyə görə günah yazılmır. Amma yenə də çəkinmək lazımdır. Razı olsun.